Bismillahirrahmanirrahim. Hal-hazırda İslam tarixində böyük əhəmiyyət daşıyan məscidlərin birindəyik. Quba məscidi. Əziz İslam Peyğəmbəri Məkkədən Yəsribə, indiki Mədinə şəhərinə hicrət edir. 622-ci il, hicrətin 1-ci ili. Mədinə cəmaatı Peyğəmbər sələvatullahı bu məntəqədə qarşılayır. Tarixin yazdığına görə Peyğəmbər sələvatullah bir müddət Quba məntəqəsində yaşayır və Peyğəmbərin göstərişi ilə burada bu məscid inşa edilir. Bu məscid həm də İslam tarixinin ilk məscididir. İlk azanın oxunduğu məsciddir Quba məscidi. Quba məscidinin əsas hissəsinə diqqət eləsək, görərik ki, məscidin üstü açıqdır. Məscidin üstünün açıq olmağı əslində sadə tikinti formasıdır və ya da sadə inşaat formasıdır. Məscidin üzərinin açıq olmağı təvazökarlıq əlamətidir. Peyğəmbər sələvatullahın dövründə məscidin həm Mədinə şəhərində məscidin işıqlanmasında əsas rollardan birini həm məscidin üstünün açıq olmağı məscidin işıqlanmağına xidmət edirdi, həm də hədislərdə var ki, Peyğəmbərin kəlamlarından süzülür ki, əgər insan açıq havada səma altında, açıq səma altında ibadət eləyib namaz qılsa, onda Allahın böyüklüyünü daha tez qəbul eləyər və Allahın böyüklüyünü daha tez dərk eləyər. Ona görə açıq səma altında məscid inşa olunur, üstü tavan örtülmür, tavanın üstü samanlarla, yarpaqlarla örtülür, məscid isə tam sadə formada yeri torpaqda qalır. Yəni yeri torpaq, üstü isə açıq. Bu həm təvazökarlıq əlaməti idi, həm sadəlik əlaməti idi, həm də açıq səma altında möminlərə ibadət imkanı yaradırdı. İndi də hal-hazırda məscidin bir hissəsi qədim dövrdə olduğu kimi, Peyğəmbər dövründə tikildiyi kimi, məscidin bir hissəsinin üstünün açıq olmağını, digər hissəsinin isə üstünün örtülü olmağını müşahidə edirik. Bu o məsciddir ki, Peyğəmbər sələvatullah bu məsciddə ibadət edib və buyurub ki, hər kim Quba məscidində 2 rükət namaz qılsa, ona ümrənin savabı verilər. Allaha and verək Allahlığı xatirinə və bu gözəl məscidin ehtiramına Allah bizim də burada etdiyimiz duaları, qıldığımız namazları qəbul eləsin. Dünyanın hər yerindən gələn zəvvarların duaları və ibadətləri, həmçinin ziyarətləri qəbul olsun. Bünövrəsi iman və təqva üzərində qurulan məscid. Məhz bu məscidi Allah təbarək və Teala Tövbə surəsində bu cür adlandırır. Allah Quranda buyurur, bünövrəsi təqva və iman üzərində qurulan məscid. Bura İslamın ilk məscididir. 622-ci ildə, yəni hicrətin 1-ci ilində Peyğəmbər sələvatullah Məkkədən Mədinəyə hicrət edir və Mədinəyə daxil olan zaman Peyğəmbəri bu şəhərin əhalisi, bu qəsəbənin əhalisi, Quba məntəqəsinin əhalisi qarşılayır, xoş qarşılayırlar və Peyğəmbər sələvatullahı burada qonaq saxlayırlar və Peyğəmbərin öz iştirakı ilə, ən yaxın səhabələrin iştirakı ilə, Peyğəmbərin əmisi Həmzənin iştirakı ilə, Həzrət Əmir əl-Müminin Əli əleyhissalamın iştirakı ilə, ən gözəl, ən yaxın səhabələrin iştirakı ilə burada məscid tikilir. Bu məscid təkcə palçıqdan və daşdan tikilmir. Həmçinin səhabələrin imanı ilə tikilir. İmanlı səhabələr tikirlər bu məscidi. Ona görə Allah təbarək və Teala bu məscidi bünövrəsi təqva üzərində qurulan məscid adlanır. Məscid həm sadəliyi simvolizə eləyir, məscidin üst hissəsi açıqdır və Allahla birbaşa təması simvolizə eləyir. Hədislərdə də buyurur ki, açıq səmada qılınan namazın fəziləti və savabı daha çoxdur. Nə üçün? Çünki insan açıq səmaya baxan zaman Allahın böyüklüyünü daha tez dərk eləyir. Peyğəmbər sələvatullah məscid haqqında buyurur ki, bu Məscid-i Quba İslamın ilk məscididir. Hər kim burada 2 rükət namaz qılsa, ona ümrənin savabı verirlər. Biz də özümüz və Azərbaycandan gələn zəvvarlarla birgə Məscid-i Qubada zöhr və əsr namazlarımızı qıldıq. Bütün xalqımız üçün, millətimiz üçün, ümmətimiz üçün dualar elədik. Allahdan istəyimiz budur ki, Allah bu ziyarəti bütün arzu edənlərə nəsib eləsin. Həmçinin bizi izləyən, görən hər kəsə Allah Məkkə, Mədinə, Məşəd, Kərbəla, Şam ziyarətlərin, Xanım Zeynəb ziyarətini, İmam Hüseyn ziyarətini, Həzrət Əmir əl-Müminin Əli əleyhissalamın ziyarətini, Məşəddə İmam Musa əleyhissalamın ziyarətini, digər Bəqidə 4 imamımızın ziyarətini, Mədnədə Peyğəmbərin ziyarətini və Peyğəmbərin gəzdiyi bu yerlər, Peyğəmbərin iştirakı ilə tikilən bu məscidlər, bu məqamlar, Peyğəmbərin iştirak elədiyi döyüş məqamlarını, bütün bu hər bir şey bizə əzizdir, hər bir addım, Peyğəmbərin addım atdığı hər bir yer bizə müqəddəsdir. Peyğəmbər sələvatullah burada yaşayıb, Peyğəmbər sələvatullah burada danışıb, Peyğəmbər sələvatullah bu şəhərdən nəfəs alıb, Peyğəmbər sələvatullah bizim baxdığımız bu şəhərə baxıb və Peyğəmbər sələvatullah bu şəhərdə vəfat edib. Allaha and verək Allahlığı xatirinə, Allah bizi Peyğəmbərdən və onun pak əhl-i beytindən
rəhmətindən ayrı salmasın. Məscid-i Qubanın fəzilətlərini, belə deyək, burada qılınan namazları Allah necə ki bizə nəsib elədi, Allah bütün arzu edənlərə nəsib eləsin. Amin.